Okaber yoxsa ekspert? Of. Yoxsanı seçək də burada. Yoxdur belə şey. Berg içə bilərsən. Ayda. Sənə Mənə görə hər ikisi Azərbaycan repində toxunulmaz, bu mənim fikrimdir. Amma Avanovska. birini seçməliyəmsə mən yolda gələndə fikirləşirdim ki, bu sual verəcəksiniz mənə. Tapanmadım. Yox, tapdım cavabı, amma belə deyək də, bax, X həqiqətən gözəl yazır və ədəbiyyata çox güclüdür. Yəni bu danılmaz faktdır. Okaberdə yaxşı yazır. Plus da Okaberin də paralel olaraq qara tərəfini bəyənirəm. O qara treklərini, biraz da vulqar ifadələrlə falan. Ona görə bir tık Oka deyərəm, amma yenə də deyirəm, X-dan Oka mənə görə toxunulmazdır. İnşallah ki, həmişə də elə olaraq qalacaq. Trino yoxsa Tibu? Trino. Tefo yoxsa Ace of Gold? Yaxın Good Silvi. Yox, Tefonun yaxşı repləri var, amma Ace of da pis deyil. Tefon seçək. Orxan Qarabasma yoxsa Seybo? Orxan Qarabasma yoxsa Seybo? Söhbət repdən gedir də, düzdür. Baxa, qara yığacaqsan. Seybo deyək. Batdın. Və axırıncı Elşad Xose yoxsa Anar Nağılbaz? Elşad Xose. Axırıncı deyil, axırıncı da var. Okay. A4 yoxsa Cəza 22? O, Cəza 22. Amma A4-ün qafiyələri üçün ürəyim gedir. Amma mən Cəza 22-yə qulaq asıb rəfə gəlmişəm.